Salam qızlar, YouTube kanalıma xoş gəlmisiniz. Bugün bu videoda bir günümü sizinlə vlogluyuram. Günə əvvəla səhər yeməyimi hazırlamaqla başladım. Artıq 80 günə yaxındır ki, standart formada və balanslı şəkildə qidalanmağa çalışıram. Belə ki, gündə 2 dəfə yemək yeyirəm, səhər və günorta yeməkləri. Ən axırıncı yeməyim günorta saat 2-də olur. Hər səhər isə çalışıram ki, menunu dəyişdirməyim. Belə ki, hər səhər 2 yumurta, 1 pomidor və 1 xiyar istifadə edirəm. Bəzən yumurtanı fərqli üsullarla bişirirəm ki, çox da yumurtadan bezməyim. Və həmin bu yeməyin, səhər yeməyinin üstünə küncüt və pendir əlavə edirəm. Təbii ki, siz pendiri zövqə görə əlavə edib etməyə bilərsiniz. Eyni zamanda mən istiot da əlavə etdim. Amma çalışıram ki, duzdan istifadə eləməyim. Qızlar, bu metodla mən 85 günə 13 kiloqrama yaxın çəki vermişəm. Əgər istəsəz bu periodu sizinlə YouTube kanalımda paylaşaram. Bunun üçün sadəcə kanalıma abunə olub bildirişləri aktiv etməyiniz kifayət edər ki, video paylaşılanda sizə bu haqda bildiriş, məlumat gələr. Daha sonra səhər yeməyimi yedikdən sonra masanın başında otururam və başlayıram planlaşdırma işləri aparmağa. Belə ki, mən otağımı yenidən dizayn edirəm. Pinterestdə müxtəlif dizaynlara baxıram. Otağımı necə başdan dizayn edə bilərəm, hansı dekorlardan istifadə edə bilərəm ki, daha da maraqlı olsun. Burada müxtəlif dizaynlar diqqətimi çəkir və nələr əlavə edə bilərəm, onları mütləq bir-bir not dəftərimə qeyd edirəm. Yeri gəlmişkən göstərdiyim bu not dəftərini mən Türkiyədən almışam. Xatırlayıram ki, ad günü almışdım oradan və sifarişlə almamışdım, birbaşa almışdım. Açığı o gün, yəni ilk alanda sevməmişdim. Tam istədiyim modeldə bir not dəftəri deyildi. Amma düşünmüşdüm ki, mən bura ən sevimli xatirələrimi, ən önəmli nüansları, detalları qeyd edəcəm. Elə oldu ki, artıq bu not dəftərində önəmli nüansları qeyd etdikcə bu not dəftəri mənim üçün dəyər qazandı. ChatGPT-yə də müxtəlif promptlar verirəm və o mənim üçün belə bir dizayn hazırlayır. Otağımın şəkillərini öncədən göndərmişdim. Və açığı bu dizayn mənim xoşuma gəldi, lakin bir balaca sanki sıxıcı, yorucu görünür. Çünki standart rəng tonlarından istifadə olunub və biraz da çox ciddi bir vibe verir. Amma təbii ki, sizin də fikirləriniz mənə maraqlıdır. Sizcə bu dizayn necədir və yaxud da bu dizayna nələr əlavə edə bilərəm? Yeri gəlmişkən bildirim ki, mən bu otaqda işlərimi görəcəm, dərslərimi keçəcəm, çəkilişlərimi aparacam. Yəni bu məqsədlə hardasa 3-4 məqsədə xitab edən bir otaq dizayn etməliyəm. Artıq burada fasilə verirəm və çıxıram. Görürəm ki, anam tort hazırlayır. Çünki mənim qardaşımın ad günüdür və öncədən anam hazırlıq görür. Anam tortu hazırladıqdan sonra biz anamla birlikdə şəhərə çıxırıq və salona gəlirik. Bizim seçdiyimiz salon Ego Beauty Center Quba oldu. Əgər istəsəz ünvanı sizinlə paylaşaram. Belə ki, Qubada şəhərin özündə bir nömrəli məktəbin yanında yerləşir. Salonun ümumi görüntüsü bu formadadır. Belə ki, 2 mərtəbəlidir. Biz xidmətdən də və oradakı insanların üslubundan da, çalışmasından da çox zövq aldıq. Hər şey yerli yerində, öz qaydasında idi. Yeri gəlmişkən evdən çıxanda öz lookumu sizinlə paylaşa bilməmişdim. Bu formada güzgü tapan kimi paylaşıram. Bu mənim demək olar ki, ən çox sevdiyim geyimimdir. Həm içində özümü rahat hiss edirəm, həm də rəngi və sair xoşuma gəlir. Xatırlayırsınızsa, axırıncı dəfə müsahibə təşkil edəndə həmin müsahibədə də bu geyimi geymişdim. İndi isə artıq anamın saçını göstərirəm. Anam saçını kəstirmək istədi və çox bəyəndi. Daha əvvəl Bakıda da və Qubada müxtəlif salonlarda da saçını kəstirmişdi, amma demək olar ki, heç bəyənməmişdi. Bugün isə anam çox razı qaldı. Salondan çıxdıqdan sonra biraz gəzirik. Artıq əmin oluram ki, Temudan aldığım eynəklər günəşdən mənim gözlərimi qoruya bilmir. Gəldik hədiyyə mağazasına. Qardaşıma hədiyyə almalıydım. Açığı saatları axtarırdım. Elə ilk dəfədən bu saat gözümə sataşdı. Elə bu saatı aldım. Yeri gəlmişkən mağazanın da ümumi görüntüsünə icazə alıb sizlə paylaşdım. Daha sonra anamla gəldik evə və anam başladı lavaş, qutab hazırlamağa. Mən də ona yardım etməyə çalışdım. Onun altına odun qoyum. Yox. Bilirsiniz də, əgər menyuda lavaş, qutab varsa nə çatmır? Əlbəttə samavar çayı. Mən samavar çayını hazırlamaq üçün su ilə doldurdum samavarı və samavarın içinə közlər əlavə etməyə başladım. Deyirəm, bəlkə onu mən alım. Mən çevirim, sən sadəcə yay. Olar. Əla olar ki. Yaxşı, başlayıram. Bir şey kız attın da. Attım. Çəkiliş birdən az atarsın sənə. Yox. Çevirim anam. Üzləndi. Axıracan çevir. Üzəri belə bölük. Çevir. Ortaya çek.
Samavar baxın mı? Deyirəm belki altına odun atın bunu. Hə, atarsa aldı. Ata, samovar çayı. Bəh, nə gider. Bəsən edəcək. Çevirim. Biraz üzəlir. Ne kaşan çevirdim. Özümü lezzet elədi. Samavar ölüb deyirsən. Gedim samavara baxım. Ölüb. Siz elə bilirsiniz, mən qutab yedim, heç də. İşlərimi tamamladıktan sonra gəldim dərslərimi keçməyə. Diyetdə olduğum üçün qutab və digər yağlı məmulatlar istifadə edə bilmərəm. Başladım dərslərimə. Bugün 2 onlayn dərsim vardı. Biri ədəbiyyat dərsi idi, hansı ki 10-cu sinif şagirdinə keçirdim. Digəri isə Azərbaycan dili dərsi idi. Bu dərsi isə 16 yaşlı xarici vətəndaşa keçirdim. Ona Azərbaycan dilini öyrədirəm. Qazi Bürhanəddin, Doğrudur. Dəhnamə əruzun hansı bəhrində yazılıb? Rəcəz, Həzəc. Həzəc. Rəcəz bəy. Sığmazam qəzəli bəs? Sığmazam, Rəcəz, Rəcəz. Bəs məni candan usandırdı qəzəli? Rəcəz, Həzəc. Həzəc. Məhəbbət mövzusudur, Bəli. həzəc. Ədəbiyyat dərsi tamamlandı. Yeri gəlmişkən bu təkrar idi. Ona görə şagirdə xüsusi izah vermirdim. Sadəcə onun cavablarına fokuslanırdım. Ədəbiyyat dərsindən sonra xarici vətəndaşla Azərbaycan dili dərsinə başlayıram. fəxr etdilər. Fəxr etmək, proud. Məsələn, mən səninlə fəxr edirəm. I'm proud of you. Okay. You can start. Bunun üçün deyim öz üzərində Xarici vətəndaşlara Azərbaycan dilini tədris edəndə çalışıram ki, dilimizi onlara sevdirim. Buna görə də dərsdə müxtəlif metodlardan istifadə edirəm. Məsələn, onlara hekayələr oxutdururam, hekayələri danışırlar. Belə olduqda onların nitqi çox inkişaf edir. Əlavə olaraq da biz reseptlər üzrə iş aparırıq. Mənim elə şagirdlərim var ki, yemək bişirməyə çox maraqlıdırlar. Onlarla müxtəlif yemək videoları edirik. Belə ki, onlara video göndərirəm. Onlar isə evdə hazırlaşırlar və növbəti dəfə, məsələn, mərci supu necə hazırlanır, kabab necə bişirilir, bunu tam Azərbaycan dilində izah edirlər. Belə olan halda onlar bu dərsdən zövq alırlar. Bu dərsi bir öhdəlik olaraq, bir məcbur edilməli iş olaraq yox, sadəcə zövq naminə etdikləri üçün sevərək qoşulurlar və sevərək də dilimizi öyrənirlər. Onlayn dərslərim tamamlandıqdan sonra başladım biraz araşdırma aparmağa. Məlum olduğu kimi dövlət proqramının qaliblərinin siyahısı açıqlanıb, hansı ki, onlar hansı ixtisaslar üzrə qəbul ala biliblər. Bu məlumatlar ictimaiyyətə açıq elan olunub. Açığı bu məlumatı mən dünən əldə etdim, lakin vaxtım isə bugün oldu. Başladım araşdırma aparmağa ki, görən onlardan daha çox hansı ixtisaslar üzrə qəbul alanlar olub. Mən də dövlət proqramı ilə xaricdə təhsil almağı planlayıram. Mənim təhsil almaq istədiyim ixtisaslar daha çox təhsil siyasəti, təhsilin idarə edilməsi, təhsildə liderlik və bu kimi sahələr üzrədir və bu ixtisaslara uyğun çox ölkə yoxdur. Malayziya, Türkiyə, Amerika, İngiltərə və Almaniya var. Mənim seçimim isə düşünürəm ki, daha çox İngiltərə, Amerika və Almaniya olacaq. Ona görə də araşdırma etdim və gördüm ki, mənim müraciət etmək istədiyim sahələrdən də qəbul alanlar olub. Artıq bloqu yekunlaşdırıram. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əgər bu tipli videoların kanalımda daha tez-tez paylaşılmasını istəyirsinizsə, kanalıma abunə olub bildirişləri aktiv etməyi unutmayın. Sağ olun, görüşərik.